Mən Şamaxı rayon sakini Bəkirov Adil Kazımoğlu, müraciətim ölkə rəhbərinədir. Cənab Prezident, sizə müraciət etməyimin səbəbi Sosial Müdafiə Nazirliyinin haqsızlığı və ədalətsizliyidir. DOST mərkəzində olan haqsızlıq və ədalətsizlikdir. Mən hal-hazırda üzr istəyirəm, 3 evladım var. Mən çox təəssüflər olsun ki, dəfələrlə sizə müraciət etməyimə baxmayaraq, mənim müraciətlərimi qəbul etmir. Mən dəfələrlə Şamaxı şəhəri İcra Hakimiyyəti Tahir Məmmədovun qəbulunda olmuşam. İşçiliklə bağlı öz problemlərimi Şamaxı rayonu İcra Hakimiyyəti Tahir Məmmədova çatdırmışam. Təəssüflər olsun ki, hələ də mənim problemimin həll olunmasına mənə heç bir köməklik göstərmir. İstər DOST mərkəzi olsun, istər Sosial Müdafiə Nazirliyi olsun. Mən Azərbaycan Respublikasının vətəndaşıyam, cənab prezident. Mənim bu ölkədə, mənim övladlarımın haqqı var ki, yaşasın. Ancaq çox təəssüf ki, biz problem içində yaşamağa davam edirik. Bugün nə vaxta qədər biz vətəndaş olaraq bu ölkədə əziyyət çəkməliyik? Nə vaxta qədər səhlənkar məmurlar bizi bu əziyyətə gətirib çıxartmalı? Mən xahiş edirəm. Siz ölkə rəhbəri hər zaman vətəndaşların yanında olmusunuz. Ancaq çox təəssüflər olsun ki, sizə etdiyimiz müraciətlərimiz çox təəssüf ki, eşidilmir. Bizim müraciətlərimiz gedib sizə çatmır. Mən hal-hazırda 3 evladımın birinə aliment ödəyirəm 200 manat. Bugün mən vətəndaş olaraq iş yerim yoxsa, mən alimenti hansı pulla ödəyəcəm möhtərəm cənab prezident? Nə vaxta qədər mən çətinlik çəkməliyim? Axır, vətəndaşın iş yeri olmalıdır ki, vətəndaş aliment ödəsin. İşim olmasa, gəlirim olmasa, mən vətəndaş olaraq hansı pulla ödəyim möhtərəm cənab prezident o alimenti? Niyə aidiyyatı qurumlar vətəndaşa köməklik göstərmək istəmir? 200 mindən çox, 205 minə yaxın işsiz kimi qeydiyyata duran vətəndaş var. Niyə vətəndaşların problemləri həll olunur? Niyə bizim kimi vətəndaşlar müraciətləri qəbul olunmur, bizi işlə təmin edə bilmirlər? Biz də dillənəndə bir vətəndaş olaraq deyirlər ki, ölkədə iş var, vətəndaşlar işləmək istəmirlər. Hani bəs iş varsa, mən vətəndaş olaraq məni niyə işdən çıxardırlar ki, mən bir dəqiqə 3 evladımı mən çarəsiz vəziyyətdə qoyum? Niyə? Niyə çətinlik çəkməliyəm mən bu ölkədə? Niyə DOST mərkəzi qanunsuzluqla məşğuldur? Niyə Sosial Müdafiə Nazirliyi bugün öz başınalığa davam edir? Vətəndaşlar məcburiyyət qarşısında biri özünə qəsd edir, biri özü ölkədən qaçır, biri digər problemlərlə məşğul. Nə vaxta qədər biz vətəndaş olaraq bu ölkədə biz əziyyət çəkməliyik? Niyə aidiyyatı qurumlar bizim kimi vətəndaşların problemini həll olunmağına köməklik göstərmir möhtərəm cənab prezident? Niyə bizim körpələrimizin hüquqları pozulur? Nə vaxta qədər bu ölkədə biz problem içində yaşamalıyıq? Çətinlik çəkməliyik biz. Bizim problemlərimiz vaxtında həll olmalıdır. Bunun kommunalı var, ödənişləri var, digər problemlər var. Biz niyə çətinlik çəkməliyik? Niyə aidiyyatı qurumlar bizi eşitmək istəmirlər? Niyə rayon rəhbərləri bizim problemlərimizi həll etməyə köməklik göstərmirlər? Axı sizin dəfələrlə çıxışlarınızda qeyd edirsiniz ki, vətəndaşlara əziyyət verməyin, problemlərin vaxtında həll olmasına onlara köməklik göstərin. Mən sizə xahiş edirəm, problemləri mən sizə çatdırıram, bizə köməklik göstərin. Vətəndaşlar bu qədər incidilməsin, problemlər vaxtında həll olunsun.